Sual 27. Bir-birindən 4440 km məsafədə yerləşən A, B məntəqələri arasında neçə dəqiqə zaman fərqi olduğunu müəyyən edin. Baxırıq ki, A, B məntəqəsi ekvator üzərində yerləşir. Bilir ki, ekvatorda 1 dərəcənin qiyməti 111 km götürülür. Buradan bizə verilən 4440 km bölürük 111-ə. Neçə dərəcə olduğunu tapırıq. Deyirik 40 dərəcə. 40 dərəcə. Daha sonra bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. Bizə də verilib 40 dərəcə. Bunu da vururuq 4 dəqiqəyə. Edir 160 dəqiqə. Cavab D variantı. Daha sonra Bakıdan 270 dərəcə azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən edin. Demək, 6 saat 52 dəqiqə. Əgər dəqiqə 30 dəqiqədən yuxarıdırsa, bunu qurşaq kimi 7 saat götürürük. 7 saat. Bakıdan 270 dərəcə azimutda. Gəlin baxaq. Tutaq ki, bu Bakının paraleli. Bakı yerləşir burada 50 dərəcə şərq uzunluğunda. 270 dərəcə azimutda deyir. 270 dərəcə azimut bu hissədədir. 7 qurşaq. 7 qurşaq. Bakı yerləşir 3-cü saat qurşağında. 7-nin də 3-ün də üzərinə 3-dən də 7-ni çıxırıq. Burada 7 qurşağın 3-ü bu hissədə, 4-ü isə bu hissəyə düşür. Bizim bura həm 0, həm 24-cü qurşaq. 24-dən də bu 4-ü çıxırıq, edir 20-ci qurşaq. Cavab C variantı. Daha sonra sual 29. Bakıda yerli vaxtla saat 07:00 olarsa, ondan 2989 km şərqdə yerləşən məntəqədə yerli vaxtla saatı müəyyən edin. Demək, 2989-u ilk növbədə bölürük Bakının paralelinə, yəni 85.4-ə edir 35 dərəcə. Daha sonra 35 dərəcəni saata və dəqiqəyə çevirək. Bilirik ki, bir saatımız 15 dərəcədir. 35-də isə 2 saat var. 2 saat. 5 dərəcə isə 1 dərəcəmiz 4 dəqiqə. 5 də vuruq 4-ə 20 dəqiqə. 2 saat 20 dəqiqə. Bakı ilə yerli vaxtla saat 17:00 olarsa, ondan 2980 şərqdə. Yəni, yenə Bakı yerləşir deyək. Burada Bakıdan şərqdə. Bakı yerləşir bu hissədə. Bakıdan şərqdə bu hissədə. 2 saat 20 dəqiqə. Bakıdan 07:00 demək, şərq bizə həmişə irəlidə olduğuna görə 07:00 üzərinə 2 saat 20 dəqiqə gələcək, edir 09:20. Keçək növbəti suala. Bakıda yerli vaxtla 18:32-dir. Digər şəhərdə isə saat 11:00-dur. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Bizə verilən 18:32-dən çıxırıq. Bizə verilən 11:00 edir 7 saat 32 dəqiqə. 7 saat 32 dəqiqə. Bunu da çeviririk dərəcəyə. 7-ni vururuq saata 15-ə. 7-ni 15-ə 105. 105. Dəqiqəni isə bölürük 4-ə. Edir 8. Demək, 105-in üzərinə gəlirik 8-i. Edir 113 dərəcə. Daha sonra digər şəhərdə isə 11:00. Demək, bu şəhər Bakıdan geridir. Bakı, tutaq ki, yerləşir burada. Bakıda 18:32. Burada isə 11:00. 11:00. Demək, Bakıdan geridədir. Demək, bu bizim olsun qrafimizimiz. Bakı yerləşir 50 şərq uzunluğunda. 113-ün 50-si düşür bura. 113-ün 50-si düşür şərqə. Edir 63 dərəcə çıxanda. 63 dərəcəmiz isə düşür qərbə. 63 qərb uzunluğu. Cavab B variantı. Daha sonra 31-ci sual.
Əgər 117 şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 12:00 olarsa, bu vaxt London şəhərində yerli vaxtı müəyyən edin. Demək, 117 şərq uzunluğunu çevirək saat və dəqiqəyə. Demək, 117-də 105 yerləşir. 105-də 105-i 15-ə böləndə 7 saat. 105 yerləşir. 105-i bölürük 15-ə 7 saat. Bizdə 117-dən 105-i çıxırıq, edir 12 dəqiqə. 12 dəqiqəmiz isə vururuq 12 dəqiqəni 4-ə 48 dəqiqə. Demək, 7 saat 48 dəqiqə edir. Demək, Pekin şəhərində yerli vaxtla 12:00-dur. Pekində 12:00-dur. 12:00. Bizdən London istəyir. London yerləşir Pekindən qərbdə. London istəyir. London tapmaq üçün 12:00-dan bizim 7 saat 48 dəqiqəmizi çıxırıq. Edir 4 saat 12 dəqiqə. 04 12. 24-cü saat qurşağı üçün qəbul edilən orta meridian. Bilirik ki, həm Greenwich meridianı, həm 24-cü meridianda saat qurşağıdır, həm də 0-cı. Da 0 uzunluq. Demək, sual 33. 28 şərq uzunluğunda yerləşən İstanbul şəhərində günəş yerli vaxtla səhər saat 16:10-da çıxır. Bu zaman onunla eyni paraleldə və 4 dərəcə qərb uzunluğunda yerləşən Madrid şəhərində yerli vaxtla saatı müəyyən edin. Demək, İstanbul 28 şərq uzunluğu. Günəş yerli vaxtla 16:10-da çıxır. Bu zaman onunla eyni paraleldə və 4 qərb uzunluğu. 4 qərb uzunluğu. Burası Greenwich meridian. Yerli vaxtla saatı müəyyən edin. Demək, 28, 4. Bunları toplayırıq. Edir 32 dərəcə fərq. 32 dərəcəni isə çeviririk saata və dəqiqəyə. 32-miz, 30-muz 2 saat. 2 dərəcəmiz isə 2-ni vuruq 4-ə 8. Demək, qərbdə olduğuna görə İstanbuldan geridə olacaq. 06:10-dan çıxırıq 2 saat 8 dəqiqəni edir 04 02. Cavab Y variantı. Sual 34. Ekvator üzərində yerləşən aralarında yerli vaxt fərqi 12 dəqiqə olan iki şəhərə bir-birindən xəritədə 66.6 cm məsafə ayırır. Bu xəritənin miqyasını müəyyən edin. İlk növbədə 12 dəqiqəmizi neçə kilometr olduğunu tapaq. 12 dəqiqəmiz bilirik ki, 1 dəqiqəmiz, 1 dərəcəmiz 4 dəqiqədir. Ona görə 12-ni bölürük 4-ə edir 3 dərəcə. 3 dərəcəni isə kilometrə çevirilir. Bir ki, ekvatorda 1 dərəcə qövsün uzunluğu 111 kilometrdir. 111, onda edir 333 kilometr. Daha sonra 66.6-da 333 kilometr isə birdə də x kilometr. Buradan da x-i tapırıq. 333 buraya 66.6'ya bu da x 5 kilometr. Cavab A variantı. A və B məntəqələrinin hansı saat qurşaqlarında yerləşdiyini müəyyən edin. A məntəqəsi 65 şərq uzunluğu. B məntəqəsi isə 30 qərb uzunluğu. Demək, hansı saat qurşağında? Bilir ki, bura 24 və 0-dır. 24 və 0. İlk növbədə qərbə baxaq. 30 qərb uzunluğu. Bilir ki, 30 dərəcəmiz bölürük 15-ə 2 saat. 2 qurşaq, yəni 24-dən 2-ni çıxırıq 22 qurşaq. 22-ci saat qurşaq. 22. Daha sonra A məntəqəsini tapaq. A məntəqəsi 65 bilirik ki, 15-ə bölünmür. Burada bölünən 60-dır. 60-dır. 5 də 7.5-dən az olduğuna görə 60-ı götürürük. 60-ı bölürük 15-ə 4. 0-ın üzərinə 4 gəlirik. 4-cü qurşaq. Demək, A məntəqəsi 4, B məntəqəsi 22. Cavab Y variantı.